Allah'ın adı ve hükmüyle salam değerli izleyiciler. Bugün 5 dekabrdır 2024 il biz ikinci söhbete gelirik. Tabii ki Allah'ın lütfuyla. Ben bunu dünən etmek istedim. Alınmadı. Heyecan beni çok sıkıntı boğdu. Dünən bütün günü mən ağzım sənə deyirəm, gəlnim sən eşit belə bir atalar sözü var. Yəni bunun kökündə büyük bir hikmət yatır. Yəni bu sıkıntılar, bu heyecan boğuntuları bütün günü ya Rabbim itirafda oldum. Harda səhv etmişəm, edəcəm, məni bağışla. Dünən bütün günü bu hisler geçirdim ki belki söhbette kiminse kalbine veya kimler ki yazır hüsremiz çatmadı, bizlik değil ve bir neçə söz onu nitqə getiresi değil ruh ki qəbullanmadılar. Bax onlara deyirəm ki, əvvəla dünyanın hansı səmtinə gedirsiniz gedin, harda təhsil alırsınız alın, bu məhkəmənin qapısından girib hesabınızı verəcəksiniz. Bax burada, qəlb evində. Başqa yol yoxdur. Və deyirəm ki, yazılır ki, dikkatli olun. Yeni ehdin vasitəçisini rədd etməyin. Tənə etməyin. Mühakimə etməyin. Və s. ilaxır. Çünkü bundan önce Allah'ın xəbərini yer üzerine getirenleri reddedenler cezadan canlarını kurtarabilmedilerse siz daha ağır cezalardan canınızı kurtarabilmeyeceksiniz. Bu korkuzmak değil, izah etmekti acı hakikat. Allah'ın hikmetini izah etmekti. Bu sözü sizin kalbinize ekmekti. Cücerende Allah Teala özü cücerden bunu bileceksiniz. Ben sadece bu sözü sizin kalplerinize ekmek iktidarındayım. Bundan başka hiç ne bilmiyorum. Yani menlik değil. Allah herkesin kalbindedir ve özü herkesin kalbinde bu sözleri onlara beyan edecektir. Neyi nece etsinler, nece ki beni idare edir, ile de sizi idare edecek. Sadece ben bunu size gösteririm. Odur ki, o İncil'de deyilirdi, bu kanun, şimdi Kur'an'dan deyək, Allah'ın carçısı, reddedenler anlasınlar ki, yer üzerinde kaçıp canlarını Allah'ın azaplarından kurtarabilmeyecekler. Bu işte ne onların əyləşdiyi krestolar, ne daşıdığı vəzifələr, şan şöhrətli, dəbdəbəli evler, pullar, dostlar onların karına yetmeyecektir. Biz dedik ki birinci yaranıştan sonra ikinci yaranış olacak. Yani artık yeni ehdi. Bu dünyada. Orada iştahat yoktu torpağın altında. Ne kaldı? O büyük bir imtihan idi. Herkes orada. Çok insan tələyə düşdü. Necə ki mən tələyə düşüb səhvlər etdim, bura gəlib çıxdım. Elə də onlar tələyə düşüb, səhvlər edib. O Kur'an'da deyilirmi ki o gün təyin edilmiş gün bütpərəstlər, yəni mühürə,
nə bilim, məscidə, Kəbə, Kərbala, İmam Əli deyə qəbirə sitayiş edənlər, bunlar bütpərəstlərdir, boyunlarını qabağa uzadıb, deyəcəklər ki, vay vay, bu nə ağır gündür, biz gəlib düşdük. Təbii ki, bu qınaq deyil, tənə də deyil. Mən də bütpərəst yaradılmış ola bilərdim. Deyil, bir anlıq üzünü qarşındakının yerinə qoy. Əgər Allah səni onun yerində yaratsaydı, dilin bu qədər uzun olardı. Bax, birinin haqqında tənəyə qalxırıqsa, birinin şərəf və ləyaqətini tapdalayırıqsa, onu alçaldırıqsa, onun bədəlini ödəyirik. Bax, bu söhbətin, bu məhkəmənin mənim ev əhlindən başlanan bu məhkəmənin təməlində şərəf və ləyaqət tapdalanır. Ora gələcəyik. Və dediyim kimi, göy altında elə bir isim yoxdur ki, təkrar biliyin anasıdır. Onun vasitəsilə kimsə xilas ola bilsin, odur ki, öz aranızda tərəfkeşlik etməyin, nəfsinizə qul olmayın, birini haqsız yerə türməyə göndərməyin, birinin haqqını yeməyin, qınamayın, tənəyə qalxmayın, təhqir etməyin, yalan söyləməyin, saxtakarlıqdan uzaq olun. Şər böhtan etməyin kimsəni. Əgər Allah istəyərsə, birinci söhbətdə bu sözü unuttum. Ona görə bu sözlər təkrarlanacaqdır. Bu və ya digər işləri görərik deyin. Bu təvazökarlıqdır, imanın qollarıdır. Ədəb və təvazökarlıq. Mən etdim demək olmaz. Mən etdim. Mən edəcəm dediksə, bu təkəbbürlülükdür. Təkəbbürlü insanı Tanrı sevmir. Bu xəsiyyəti sevmir. Düzdür. Yaradan da özüdür, yönəldən də özüdür, amma necə deyir Nizami? Dünya dediyin, Allah dediyin, qoca bir dişi qoyundur. Uyma quyruğuna. Onun işi oyundur. Quranda deyir, Allah gördüyü işlər barədə sorğu-sual olunmur. Əssalam. Harda qaldım, unuttum. Bəli. Əgər Allah istəyərsə, bu və ya digər işləri görərik deyin. Mənim sevincimi Allah deyir, tam edin. Əks halda hər diz önümdə diz çökəcəkdir. Yəni, bugün biz diz çökürük, ya harda səhvə yol vermişik. Deməli, burada bir yeni yetmə qurbanlıqdır. Burada ata günahkardır. Bu yeni yetmənin atası səhvlə dolu bir yaşayan insandır. Nənənin özünə məxsus səhvləri vardı. Ananın özünə məxsus səhvləri vardı. Mən bibinin də özünə məxsus səhvlərim vardı. Ki, mən hər dəfə bu atanı, qardaş balasını tənəyə qalxmışam, mühakimə etmişəm, dediyim sözü incə şəkildə yox, onu didərək demişəm, itiraf etdim, səhv etmişim. Çünki yer üzərində səhvsiz insan yoxdur. Kim istərsənin belə
ali baş komandanın desə ki, mənim səhvim yoxdur, o kəs yalan danışır, içi özüm qarışığı və Quranda deyir, yalana dadanmış, günaha düşkün hər kəsin vay halına. Yəni, əgər mənim səhvim yoxdur deyiriksə, biz yalan danışırıq, o yalanın da bədəlini ödəyirik. Nə qədər gizlədirik, gizlədək, yalanın qəribə yaşarlıq bacarığı var, onu nə qədər dərin qazıb bastırsan da ölmür. Yüksəl, zamanı gələn kimi cücərir. Bax, sənin yalanın da burada cücərib, mənim də səhvim mənə bu müsibəti yaşadıb, tüstüm təpəmdən çıxır. İstəyirəm sənin də tüstüm təpəmdən çıxmasın. Heç kim. Sadəcə mən izah edirəm. Nə təhqiri var, nə tənqid var, nə araşdırma var. Araşdırılıb hər şey mənim üçün. Mən o şagirdəm ki, məktəbim öz evimdir. Qəfil öyrəndim bu sirri ki, müəllimim Rəbbimdir, qəlbimdədir. Əlimdəki qələm yazardım, mənim məna yazanımdır. Məna, qələm seyrə çıxan zaman sözlərə dayaq tutanımdır. Söz möcüsü varsa əgər, bugün Rəbbim qəlb evindən ruh vasitəsilə bəyanıdır. Allah özü, bax, bu nitq ilə, ruh vasitəsilə öz xəbərin yayanımdır. Mən bir qəfəs vasitəçi kimi seçilmişəm, düzdür, bu işdə özümü, dizimi çox döymüşəm, amma özümdən qaça bilməmişəm. Bugün də qaça bilmirəm və bu söhbəti mən sadəcə edə bilərəm. Mən bu söhbəti edirəm və hər kəs, kimin başı ağrıyır, kimin dizi ağrıyır, kimin təzyiqi qalxır, şəkəri var, xərçəngi var və s. və ya evladından yanır, qəlbinə itirafa getsin. Ya Rəbbim, mən dünən bütün günü bu itirafda olmuşam. Bilib bilmədiyim, unudub unutmadığım, anlayıb anlamadığım səhvlərimlə sənə gəlmişəm. Məni bağışla. Təbii ki, bunu hövsələsiz yox, sakit. Hər addımda itiraf. Ən gözəldir, dinin, mən deyərəm ki, şirəsidir, özəyidir. İtiraf. Peyğəmbərin belə, bütün peyğəmbərlərin səhvi olub, Məhəmməd Peyğəmbər isə aciz olur. Və etirafında belə də yazılır. Xudaya, səylərimin faydasızlığını və zəifliyimi sənin qarşında etiraf edirəm. Yəni, mən doğru yolu insanlara göstərə bilmirəm deyə belə bir etirafı var. Bu göstər bunu mənə. Hər baxışdan baxan nur Allahın zərrəsidir. Mənim bu işdə göstərən qəlb təsdiq edən. Bax belə. Deməli, heç kim yüksək qanun tələblərini icra edirsən, heç kim qanun ilə Allah qarşısında salih sayılmayacaq. Yazılır. Salih imanla yaşayandır. İman yoxdursa, bu qanunlar insanı sıfıra aparacaqdır. Anlamına gəlir. Bəli, elə-belə qələmlə o qədər bu söhbətləri etmişəm ki, artıq
Elə bilirəm ki, bunu dedim. Vay halına qanun alimlərinin kimlərdir? Qanun alimləri Milli Məclisin qanun tətbiq edənləridir. Onu icra etməyə pul çəkənlərdir və onu icra edənlərdir. Onların vay halına. Elm qapısının, qanun qapısının açarını götürdülər, nə özləri ora girə bildilər, nə də girmək istəyənə imkan verdilər. 2001-lərdə mən bu qanunları əl yazması ilə ta Bakıda Bəkir Nəbiyev, rəhmətlik Yaşar Qarayev, Nizami Cəfərov dişunast və s. ilə axır çox insanlarla bölüşdüm. Akademik Bəkir Nəbiyev bilirsinizmi mənə nə dedi? Dedim, qanunlardır, kitabların sinəsindən gətirib çıxartmışam. Necə yaşamalıyıq? Qəbullanmadı. Məni ünvanladı din şünasların yanına. Dedim, vallahi mən onları başa sala bilmərəm. Onlar o işdə o qədər yoğrulurlar ki, yanlış yolda. O quyudadılar onlar. Mən onları oradan çıxarda bilmərəm. Mən kiməm ki? Mən ilim sahəsində araşdırın dedim. Dedim, nə qədər xalqı boş-boşuna aldatacaqsınız? Siz mənə nə dedi? Bəkir Nəbiyev məsləhətinə şükür qınamıram. Dedim, nə qədər istəyirik, o qədər də aldatacaq. Və yazılarımı götürüb geri döndüm. Bax, bu Ovay halına söhbəti var ha. Elmlər Akademiyasında mənim çox yazılarım qaldı. Orada da mənə deyildi ki, bizim mütəxəssislər ölün dalından danışmazlar, amma olanı deyim, məsləhətinə şükür, bu yazılardan bir şey anlamadı. Deyirəm də yazımı verin, bir hündür Arif idi, nə idi adı? Yadımda deyil, səhv eləmirəmsə Arif idi, alim idi, nə idi bilmirəm. Bu kağızı buna Qarayev buyurdu ki, get bu xanımın əl yazmasını ver, bu bunun işi var idi deyə elə bil şəxsiyyətinə sığışdırmadı ki, yəni niyə buna deyildi. Nəysə getdi, açdı bir otaqdan, deyinə bu kağızları mənə verəndə dedim, 100 il çalış, 100 il yaz. Nə söyləsən, yenə az. Gün gələr sizi kimi akademiklər, alimlər, bax bu elmlə danışmaz. Dedi, hə, mən də dedim, hə, çıxdım evimə, döndüm. Bu anlarda 3 məktub efirdən Nizami Cəfərovu gördüm, televizorda, bizə kömək edin, mən də gözəl cümlələr yazdım, bir telə düzdüm və ünvanladım. Bir gündə durdum, əynimi geyindim, Bakıya yollandım. Nizami Cəfərovu tapdım. Bir telefon verdi ki, yanında kiminləsə pıç-pıçdaydı, təbii ki, bu qəbul anları idi, məsləhətinə şükür, dəymirəm o nöqtəyə. Mənə də belə ələyaq, belə deyirik, biz gəncəllərdə bir söz var, ələyaq verdi ki, yəni gedişindən ol. Amma əl yazmaları orada qoydum və aradan bir müddət keçdi, yenə ona nəsə məktublar, yox, birinci səfər məktub yollamamışdım, səhv dedim, bağışlayın. Birinci səfər özüm durub getmişdim. Sonra 3 məktub yollamışdım. Cavab olmadı. Özümə ələyaq verdi. Əl işlərimi orada qoydum.
araştırmalarımı. Ama bundan cevap olmayanda durdum, yaraklandım, bir de gittim. Bir de gittim ve dediler yoktu. Katibede neyse yazırdı, pozurdu belə maşıqada. Dedim, şu müzel yazmamı verin, kitabı verin, mən onu götürməsəm, dedem de qəbirdən çıxsa, mən buradan gedəs deyiləm. Neyse, qız gördü ki, həqiqətən mən uzaqlaşmıram. Bəlkə bir 10-15 dəqiqə oturdum, gözlədim, gəlmədi, qapını açdı və kitabxanasını belə böyük bir divar boyu kitablar, rəflər və işi də dolu kitablar ki, bəs buyur, mənim işim çoxdur, mən bunu buradan tapıb sənə verə bilmərəm. Əl yazmalarımı verib. Bir kitab var, Heyran xanımın kitabı, o da yadıma gəlir ki, o kitabı mənə, mən kitablar ovuna çıxanda 99-cu ildə hər yerdə kitab görürdüm. Hər yerdə o köhnə, qədimi, seçilmiş müdriklərin kitablarını araşdırırdım. Bir qonşum aynadan dedi ki, bizə gəl, amma mən sənə kitab verəcəm. Bir Heyran xanımın kitabını verdi, bir də Navainin Heyran xanımın kitabını verəndə dedi, bax bunu ermənilər buradan köçəndə mənə verib, müəllimə yoldaşım idi. Dedi ki, ay qız, bunun içərisində sizin xalqınız üçün lazımlı sözlər var. Bu sizə lazım olacaqdı. Erməni bunu deyir. Mən bunu götürüb gedirəm, artıq araşdırmışam Nizami Cəfərovun qəbuluna. Adam buna əhəmiyyət vermir. Biz bu xalqıq. Bizi belə yaradı. Biz elə xalq deyilik. Kitab deyil, bu başqa mövzudur. Neyse, deyirəm, bu kitabı mənə vermirsən, xanım, mən getmərəm. Xanım qız da qapını açdı, dedi, buyur, git tap. Deməli, böyük bir divar boyu rəflər, içindəki kitablar, mən buradan başlamışam, belə gedirəm, belə gəlirəm, belə gedirəm, belə gəlirəm, belə gəlib, lap axırda, bəlkə bir yarım saat, bəlkə bir 40 dəqiqə, bəlkə bir saat unutmuşam, onu bilirəm ki, tər tabanımdan axır. Çox otaq isti, məndə soyuq hava idi, nə idi bilmirəm. O tarix məndə var, orada olduğum gün, çünki mən o qovluq oradan götürəndə yazılarımı, onlar bir fəlsəfə, nə bilim nə, belə bir qovluqları var idi, köhnə onun arasına qoyub vermişlər. O məndə durur, Nizami Cəfərovun əl yazması ilə verdiyi telefon nömrədə orada durur məndə, arxivdə. Neysə, kitabı tapır. Bir de gördüm gözümün önünde baş aşağı çak. Ayakkabı durur, kişi ayakkabısı. Böyle başını yavaşça kaldıranda gördüm ki Nizami Cəfərov. Dedim salam. Dedi salam. Dedim size 3 mektup yollamıştım. Cevabı görmedim. Odur ki durdum, özüm geldim. Orada sürmədədir. Qızlara deyərəm oxuyarlar. Belə bir ironiya ilə, qınaq deyil ha, yaşadığımı söyləyirəm. Birdən elə bilərsiniz, mən onu qınayıram, sizin fikriniz mənə lazım deyil, mən onu qınasam, özüm içimdən cəzalanaram. Yenə məni boğar, sıxıntı yaşayaram. Ona görə qınamıram. Acı, həqiqəti anladıram, yaşadığımı söyləyirəm. Dedim, Cəfərov, saygı duyuram, amma mən gedirəm. Mən səni çox axtardım. Saymadın ki, saymadım. Sən məni axtaranda gec olacaq. O deyir, daldan atılan daş topuğa dəyir. Vəssalam, sağ ol, mən getdim. Elə də əl işlərimi götürdüm, çıxdım evimə gəldim. Niyə bura gəldim mən? Unuttum. Görünür, söhbət artıq burada kəsməliyəm. O seriallar olurdu, baxırdıq, mən indi baxmıram, indi baxanlar da çoxdur. Elə bir maraqlı yerində saxlayırdılar ki, adam sabahı həsbətlə gözləyirdi. Yəqin, orada
ki, cəmaatı bu qədər həyəcan içində saxlayıb